Tərtərdəyik. Burada dost xidməti almağa gəlmişik. Cəmi 5 il öncə bu şəhər işğalçı ilə mübarizənin ön cəbhəsində idi. İndi isə bura vətəndaşların rahatlıqla dövlət xidmətləri aldığı əraziyə çevrilib. yanvar 2026-cı ildə Qarabağ Regional Dost Mərkəzinin Tərtər Dost filialının açılışı oldu. Filiala müraciət edən vətəndaşlar burada məşğulluq, pensiya, əlillik, sosial müavinət və təqaüdlər, əmək münasibətləri və sosial xidmətləri bir pəncərədən tam elektronlaşmış halda ala biləcəklər. Hazırda əhaliyə əmək, məşğulluq, sosial müdafiə və təminat istiqamətləri üzrə fəaliyyət göstəririk. Prioritetimiz isə filialımıza müraciət edən vətəndaşlara heç bir qeydiyyat məhdudiyyəti olmadan və bir neçə quruma müraciət etmədən keyfiyyətli və əlçatan xidmət göstərməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşlara təqdim etdiyi 162 xidmətdən 125-i indi Tərtər sakinlərinə qeydiyyat məhdudiyyəti olmadan təqdim edilir. Dost xidmətlərinə müraciət edən vətəndaşların burada sosial agentlər tərəfindən sorğularına baxılır, sualları cavablandırılır və aidiyyəti üzrə yönləndirilirlər. Tərtər rayonunda Qarabağ əlilləri, şəhid ailələri, pensionerlərimiz, imtiyazlı şəxslər dost xidmətindən heç bir başqa rayona getmədən, başqa rayonumuzu tərk eləmədən öz rayonumuzda xidmətdən istifadə edəcəklər. Buna görə də bir daha ölkə rəhbərinə və cənab prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Qarabağ əliliyəm ikinci qrup. Çox sevindik ki, dost mərkəzi açılıb burada. Bizim elə bağımızda deyək, şəhid ailələri hamısı çox sevindi ki, belə. Bugün də mən qızıma yaxınlaşdım. Çox gözəl bizi yaxşı qarşıladı. Bu filialda 9 bizim heyət üzvümüz, işçimiz fəaliyyət göstərəcək. Bu filial gündə orta hesabla 80 vətəndaşa xidmət göstərəcək. Maksimal deməli pik saatlarında, pik vaxtlarda bura 150-170 vətəndaşa qədər, yəni biz qəbul edə bilərik. Yəni burada bu filialda. Bilirik ki, dostu gözləyirsiniz, ən yaxınınızda olmağını arzuluyursunuz. Buna görə də Tərtərə gəldik. Gəldik deyək ki, sizin Tərtərdə də dostunuz var.